Reallıq TV-də yayımlanan araşdırma materiallarından sonra redaksiyamıza Hacı Ramazan Mirzəyevin digər qanunsuz əməlləri ilə bağlı yeni faktlar daxil olub. Həmin faktlarda qeyd olunur ki, illərdir paytaxtda demək olar ki, bütün tenderlərin qalibi olan Ramazan Mirzəyev təkcə son bir ayda dövlət büdcəsinə milyonlarla manat ziyan vurub. Bir neçə gün öncə Bakıda yağan qar səbəbindən yolların təmizlənməsi üçün istifadə olunan materiallar və tonlarla duzun Hacı Ramazan Mirzəyevə məxsus şirkətlər tərəfindən Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliklərinə və digər tabeli qurumlara verilməsi yenidən suallar doğurub. Paytaxtda keçirilən bütün tenderlərin qalibi olan və Ramazan Mirzəyevə aid şirkətlərin yolların buz örtüyündən təmizlənməsi üçün keçirilmiş tenderlərdə yenidən qalib çıxması onu göstərir ki, Hacının himayədarları daha yüksək vəzifələrdə təmsil olunurlar. Araşdırmalar nəyi üzə çıxardı? Reallıq TV-nin apardığı araşdırmalardan məlum olub ki, Mirzəyevin şəriklərindən biri Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinin rəisi Həsənov Təbriz Orucoğludur. İllərdir dövlət büdcəsini talayan Ramazan Təbriz cütlüyünün qanunsuz əməlləri ört-basdır edilir, hər kəsə məlum olan faktlar isə araşdırılmır. Bakının baş maliyyəçisi Təbriz Həsənovun istər tenderlərdə, İstərsə də dövlət vəsaitinin ayrılmasında Ramazan Mirzəyevə xüsusi diqqət və qayğı göstərməsi Bakı şəhər icra hakimiyyətinin də bu məsələdən xəbərdar olduğuna şübhə yeri qoymur. Görünən odur ki, Bakı şəhər icra hakimiyyətinin tapşırığı ilə Mirzəyevə aid şirkətlər saxta yollarla tenderlərin qalibi elan olunur, dövlətdən ayrılan milyonlar isə adı çəkilən vəzifəli şəxslər tərəfindən bölüşdürülür. Əks halda 2018-ci ildən bu günə qədər Bakıda keçirilən bütün tenderlərin dəyişməz qalibi Hacı Ramazan Mirzəyev olmazdı. Tenderlər necə saxtalaşdırılır? Milyonçu iş adamı böyük tenderləri West Ltd QSC və Inpex N MMC adlı şirkətləri ilə udsa da, digər kiçik satın almalarda əsasən 10 manatlıq MMC-lərini işə qoşur. Reallıq TV-nin araşdırmalarına əsasən 2018-2025-ci illərdə Bakı şəhər icra hakimiyyətinin və digər qurumların satın almalarında qalib olan aşağıdakı MMC-lər Ramazan Mirzəyevə məxsusdur. Yukon K, Astok 5, Fodor 21, Winsfood, Virtus 2018, Lokal LLC, Green SS, Ardo 2017, Təchizat Servis 18, Hermes Air Group, Staples Holding, Aztex NN Servis, Gibernes MM, Katlos 2020, Forward SS, Olympic HH, Cross Good, Faraon 200, Rudel Marketing və s. Bu satın almalarda və tenderlərin saxtalaşdırılmasında Hacı Ramazan Mirzəyevə Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinin rəisi Təbriz Həsənov və Bakı şəhəri icra hakimiyyətinin rəhbərliyi himayədarlıq edir. Dövlət büdcəsindən ayrılmış vəsaitlərin necə bölüşdürüldüyü bilinməsə də, hər il milyonlarla manatın dövlətə ziyan vurulduğuna şübhə yoxdur. Dəyəri 10 manat olan MMC-lərin milyonluq tenderlərdə iştirakını təmin edən məmurlar yalnız Mirzəyevə yaşıl işıq yandırır. İllərdir Mirzəyevdən başqa tender qalibi olmayan digər şirkət rəhbərləri bu vəziyyətdən narazıdırlar. Lakin onların etirazlarına məhəl qoyan yoxdur. Bakıdakı idarə və müəssisələrə yalnız Mirzəyevin şirkətləri ilə işləmək tapşırılıb. Bir çox məmurlar isə artıq onun saxtakarlıqlarından bezib. Onların narazılığı səbəbsiz deyil. Görülən işlər üçün ödənilməli olan məbləğin yarısını belə ala bilməyən idarə və təşkilatlar yaranmış maliyyə çatışmazlığını və şəxsi vəsaitləri hesabına aradan qaldırırlar. Tenderlərin qalibinə isə görülən işlərin yüksək səviyyədə tamamlanması üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır, lakin bu vəsaitlər Mirzəyev, Maliyyə İdarəsi və Bakı şəhəri icra hakimiyyəti tərəfindən bölüşdürülür. Ramazan Mirzəyevin varidatı və qanunsuz biznesləri. Dövlət büdcəsini talamaqla milyonçu məmur və iş adamına çevrilən şəxslər cəzasızlıq mühitindən geniş istifadə edirlər. Milyonluq villalar, bahalı avtomobillər və böyük biznes şəbəkəsinin sahibi olan Ramazan Mirzəyev təkcə Bakı şəhərində deyil, həm də Neftçala və Masallı rayonlarında gəlir mənbələri formalaşdırıb. Bakıda Məmmədoğlu şirkətinə aid obyektlər, Neftçalada böyük balıq biznesi,
Kür çayından kilometrlərlə uzunluqda şəxsi su kanalı çəkdirməsi. Xüsusilə şəxsi balıq biznesi üçün Kür çayından qanunsuz su kanalı çəkdirməsi səbəbindən yerli əhali ciddi ziyana məruz qalıb. Sadə vətəndaşların örüş və əkin sahələrinin yararsız hala düşməsi bu ziyanın bir hissəsidir. Ramazan Mirzəyev şəriki Bakı şəhər İcra Hakimiyyətinin balansında olan Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinin rəisi Təbriz Həsənovun dövlətdən oğurladığı milyonlar hesabına nələrə sahib olduğu barədə növbəti materialda məlumat verəcəyik. Araşdırmamız davam edir. Materialda adı keçən şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.